Kim deyir ki, idmançılar protez saç istifadə edə bilməz? Əskərlikdən gələndən, yəni 5 ildən çoxdur ki, saçım tökülüb. Bütün növ müalicə metodlarını sınamışam, amma heç bir effekti olmadı. Artıq yorulmuşam dedi qardaş. Nədən yorulmusan dedim. Görkəmli sənətkarımız Niyaməddin Musayev kimi saçımın kənarlarını uzadıb sağdan sola, soldan sağa atıb keçəlliyimi örtməkdən yorulmuşam deyirdi. Qardaşa 5 ildir saçın tökülüb. Bəs niyə indi gəlmisən dedim. Yəni fikirləşirdim ki, qoyduraram, bıraxmam bilinər protez olduğu və yaxud da küləkdə falan çıxıb eləyən, ona görə gəlmirdim. Amma belə bir ildir təmədi olaraq izləyirəm səhifəni. Narahat olma, hal-hazırda bu videonu izləyən dəyərli insan sonda bilinir yoxsa bilinmir öz fikrini rəydə yazacaq, sən də oxuyarsan dedim. Qardaş deyir, mən Sumqayıt futbol klubunun oyunçusuyam. Hər gün aktiv məşqlərdə oluram. Aşırı tərləməyim, protez saç istifadə eləməyimə problem yaratmaz dedi. Məşhur professional idmançı olan müştərilərimiz çoxdur. Onlarda heç bir problem yaratmırsa, səndə də problem yaratmayacaq dedim. Qardaş deyir, indi mən qısa saç istəmirəm, amma sonra istəsəm, fikrimi dəyişsəm, yəni qısalda bilərik dedi. Təbii ki, uzunu hər zaman qısaltmaq olur dedim. Onda mən sənə videoyu hələ 2-3 ay paylaşmayacağam. Bir müddət istifadə elə, sonra fikirlərini bizlə bölüşərsən. Həmin vaxtda da videonun davamını çəkib bu videoya əlavə eləyib paylaşaram dedim. 3 aydan sonra qardaş yenidən baxım üçün gəlmişdi. Qardaşa, hə, necə oldu? İdmanla necə gedir deyəcəydim ki, inanırsan çox peşman olmuşam dedi. Nəyə peşman olmusan dedim. Neçə illəri boşa verib, tərəddüd edib protez saç istifadə etmədiyimə görə peşman olmuşam dedi.